Allah niye bəzən dualarımızı dərhal qəbul etmir? Bu sual çox insanı düşündürür. Çünki bəzən dua edirik, amma cavab gecikir və elə bil ki, heç nə dəyişmir. Amma həqiqət fərqlidir. İslama görə dua 3 şəkildə qəbul olunur. Ya istədiyin verilir, ya ondan daha yaxşısı verilir, ya da sənə gələcək bir bəla həmin duanın səbəbi ilə dəf edilir. Quranda Allah buyurur, dua edin, mən də qəbul edim. Duanın gecikməsi Allahın rədd etməsi deyil. Allah görür, eşidir və ən doğru zamanı bilir. Bəzən sən artıq hazır deyilsən, bəzən istədiyin şey sənə zərər gətirə bilər. Bəzən də Allah sənə daha böyüyünü hazırlayır. Ona görə dua etdikdən sonra ümidsiz olma. Sənin duan yolda ola bilər. Sadəcə inan, səbir et və yaxşılığa davam et.